daxili xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bank kartlarından istifadə edən və hesablarına müxtəlif yollarla vəsait daxil edən vətəndaşlar üçün mühüm açıqlama verilib. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, müəyyən edilmiş limitlər ölkədə fəaliyyət göstərən bütün banklar və elektron pul təşkilatları tərəfindən tətbiq olunur. Bu deməkdir ki, sözü gedən qaydalar yalnız ayrı-ayrı banklara deyil, ümumilikdə bank və elektron pul təşkilatlarının həyata keçirdiyi müvafiq əməliyyatlara şamil edilir. Assosiasiyanın açıqlamasında xüsusilə vurğulanıb ki, həm bank daxili, həm də banklar arası əməliyyatlar zamanı müəyyən edilmiş limitlər nəzərə alınmalıdır. Yəni, vəsaitin bir hesabdan digər hesaba, yaxud müxtəlif banklar arasında köçürülməsi zamanı da mövcud tələblər diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, vətəndaşların diqqət etməli olduğu əsas məqamlardan biri də bankların müştəriləri fərdi şəkildə qiymətləndirməsidir. Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, hər bir bank öz müştərisini əvvəlki qaydada fərdi şəkildə qiymətləndirir. Bu qiymətləndirmə zamanı müştərinin əməliyyatlarının xarakteri və digər müvafiq məlumatlar nəzərə alına bilər. Başqa sözlə, müəyyən edilmiş limitlərin mövcud olması bütün müştərilərə eyni yanaşmanın tətbiq ediləcəyi anlamına gəlmir. Banklar müştərilərin əməliyyatlarını və təqdim olunan məlumatları qüvvədə olan tələblər çərçivəsində ayrıca qiymətləndirə bilərlər. Açıqlamada daha bir mühüm məqam xüsusi olaraq qeyd olunub. Bildirilib ki, sözü gedən limitlər yalnız ödəniş alətinə mədaxil əməliyyatlarına şamil olunur. Burada vətəndaşların diqqət etməli olduğu məsələ ondan ibarətdir ki, limit anlayışı bütün kart əməliyyatlarına və ya bütün pul köçürmələrinə avtomatik şəkildə aid edilmir. Söhbət konkret olaraq ödəniş alətinə mədaxil əməliyyatlarından gedir. Digər mühüm məqam isə kartlara mədaxil əməliyyatları üzrə müəyyən edilən limitlərin tətbiqi ilə bağlıdır. Azərbaycan Banklar Assosiasiyasının məlumatına əsasən kartlara mədaxil əməliyyatları üzrə müəyyən edilən limitlər hər bir ödəniş alətinə ayrıca tətbiq olunur. Bu səbəbdən bank kartlarından istifadə edən vətəndaşların əməliyyatlar həyata keçirərkən öz banklarının tətbiq etdiyi qaydaları və fərdi tələbləri də nəzərə almaları vacibdir. Xüsusilə müxtəlif mənbələrdən karta vəsait daxil edən şəxslər üçün bu məlumat əhəmiyyət daşıyır. Çünki əməliyyatların xarakterindən və istifadə olunan ödəniş alətindən asılı olaraq tətbiq olunan qaydalar fərqlənə bilər. Bir daha qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının açıqlamasında müəyyən edilmiş limitlərin bütün banklar və elektron pul təşkilatları tərəfindən tətbiq edildiyi bildirilib. Həm bank daxili, həm də banklar arası əməliyyatlar zamanı müvafiq limitlər nəzərə alınmalıdır. Həm bank daxili, həm də banklar arası əməliyyatlar zamanı müvafiq limitlər nəzərə alınmalıdır. Eyni zamanda hər bir bank öz müştərisini əvvəlki qaydada fərdi şəkildə qiymətləndirir. Ən vacib məqam isə budur ki, sözü gedən limitlər yalnız ödəniş alətinə mədaxil əməliyyatlarına şamil olunur və kartlara mədaxil üzrə müəyyən edilən limitlər hər bir ödəniş alətinə ayrıca tətbiq edilir. Vətəndaşların yanlış məlumatlara deyil, bankların və aidiyyəti qurumların rəsmi açıqlamalarına əsaslanmaları tövsiyə olunur. Mövzu ilə bağlı yeni məlumat və rəsmi açıqlama yayımlandıqca bu barədə də məlumat təqdim ediləcək.